Az da qar yağıb görürsüz. Xırda yenə də yağmağa davam edir. Amma qar davam eləməyəcək çünki havaya baxmışam. Yol boyu heç bir yerdə qar görsənmir. Qarın yağmağına baxın. Konkret olaraq yol görsənmir. Zolaqlar görsənmir. Hər kəsə salam. Bu səfər sizin qarşınızda bir fərqli görüntü ilə çıxmaq istədim. Kameranı başıma taxmışam. Belə istəyirəm, yəni bu vlogu belə tamamlayım. Belə başlayım, belə tamamlayım. Ancaq başımda olsun, görəcəyim işləri görəsiz, yol sürməyimi görəsiz. Çünki mən videolarda, kommentlərdə baxıram ki, rəylərdə baxıram. Görürəm ki, çox insan deyir ki, yolu daha çox çək. Çünki mən axırıncı vlogumda yolu demək olar çəkməmişdim. Sizin istəyinizi nəzərə alaraq belə bir çəkiliş eləyəcəm. Konkret olaraq düzün desəm, heç video çəkmək istəmirdim. Çünki bilmirəm nədəndir, çox həvəsdən düşdüm bir anlıq. Ona görə heç Azərbaycandan Moskvaya gəlməyimi ümumiyyətlə çəkməmişəm. Düz bilirsiniz ki, mən şeydən balıq yükləmişəm Samsundan. Gələn kimi çatdım Moskvaya, rastamoşka oldum, naxadı malı boşaltdılar. Keçən həftənin birinci günündən. Bugün də bazar günüdür. Artıq bir həftə olacaq ki, mən Moskvadayım. Geri qayıtmağa yük tapa bilmirdim. Biraz beynim qarışdı, yolda elə bildim səhv getdim, ona görə saxladım. Opşum, 6 gündür, 7 gündür mən Stayankadaydım, gözləyirdim yük. Axırı birinci gündən yük çıxdı. Və mən də gedirəm yükləmə yerinə. Sabah səhər yükləyəcəklər. Yüküm yüngül yükdür, 6 tondur. Yenə yolumuz Tiflis olacaq. Çalışacağım yol boyu sizdən söhbət edeyim. Çünki pozitiv keçməsin vlog. Ancaq belə çəkiliş başımda, kamera başımda olacaq, belə çəkəcəm. Bəzən yəqin ki, yenə götürüb əlimdə çəkərəm, özümü çəkərəm, danışaram yenə sizdən. Amma əsas bu vlogda ancaq çəkiliş belə olacaq. Həm yolu görün, həm də danışın, başıma gələn əhvalatlardan danışım sizə, biraz maraqlı olsun. Yenə yolumuz Yegorovskiyadır, haradasa 40 kilometr yolum qalıb. Gedim çatım ora, sabah yüklüyüm. Yükləmə anında maşını arxa-arxaya verməyim, yükləmə, sənədləşmə, çalışdığım qədər hər bir şey çəkəcəm və bəzi suallar vermişsiniz, onları cavablandıracağım. İnşallah ki, bu vlogu bəyənərsiniz. Mən zənn edirəm ki, bu çəkilişi bəyənəcəksiniz. Yəqin ki, indən belə ki, vloglarım 90%-i çəkiliş belə olar. Rəylərə bildirərsiniz, bəyəndiniz yoxsa yox. Bir də zəhmət olmasa bu dəqiqə videonu dayandırın, pauza edin, abunə olun, bəyənin, rəy bildirin, dostlarınızla paylaşın, dostlarınıza göndərin, onlar da baxsınlar, onlar da bəyənsinlər, rəy bildirsinlər. Bu bilirsiniz ki, mənim üçün çox önəmlidir. Yəni böyük bir ailə olaq. Görüntüləmə videolara daha çox olsun. Mənə də onları görüm, daha çox həvəsləyim, daha çox videolar çəkim. Bir dənə də istəyirəm bir video çəkim, daha doğrusu short videosu ki, siz ora bütün nə suallarınız varsa yazasınız, mən də o suallara bir video çəkib cavablandırım. İstəmən yolumu sürüm, siz də məni izləmədə qalın. Bu video bitdikdən sonra o köhnə videolarda baxa bilərsiniz. Əminəm ki, bəyənəcəksiniz. Çünki pis videolar çəkmirəm. Gələn kommentlərdən, gələn rəylərdən görürəm ki, yəni videoları pis alınmır. 80%, 90% insanlar bəyənirlər. 80-90% insanlar bəyənirlər. Sabahınız xeyir. İndi çağırdılar məni yükləməyə. Burada tərəzidən keçim. Sonra 4-cü rampaya verəcəm maşını arxasına. Tərəzidən keçməyə lazımdır.
Sonra 4-cü rampaya verəcəm maşını. Hələ gözləyirik. Dördüncü rampa. Yaxşıdır, mən qəşəng yerə düşdüm. Qabağını verəcəm ora, boş əraziyə. Oradan sonra dal-dala verəcəm. Bilmirəm çəkiliş necə gedir, amma mən zənimcə qəşəngdir. Çünki mən sağa sola baxıram. Elə bilirsiniz ki, elə bir sizdə sürəm. Elə bir anlam verir. Düşüm qapılarını açım. Qapıları açaq. Balığın iyi biraz qalı qalır. Heç vaxt əlcək taxmıram da. Əlcək taxsam əllərim kirlənməz. Biraz solluq götürün, təzdən verin. Bunlardır. Hamısı şlanklardır, plastik turba deyək. Paletlə aparırlar, orada əllə boşaldırlar. Mənə dedilər ki, pritsepin tek açın, arxa təkərin havasını boşalt ki, yükləyəndə aşmasın. Mən də o eləyim. Bir de zambuka açmalıyıq. Sonra bunu götürürük belə. Kolla aşağı elədik.
gedək içəriyə təzələn. Yaşıl da geyinməliyik ki, burada nə bilim göyə təhlükəsizlik üçündür. Göyə deyəndə yəqin təhlükəsizlik üçündür. Yüklədilər, qutardılar. İndi bu yer qalıb deyə əlavə yenə yük vurmaq istəyirlər. Görək. Olmasa bunları endirəcəklər aşağıya. Şeyləri taxacam, все. Bunları taxacam, все. Əlavə yer qaldığına görə bu turbaları gətirdilər. İndi onları yükləyirlər. Amma qapı bağlanmağına mane olacaq. Əgər eləsə olsa boşaltdıracam. 2 metrlik turbalardır, onlar da metrlik turbalardır. Heç də yüklədilər, qutardılar. Biraz mənə aldatdılar, belə deyim. Çünki yadınızda sizə demişdim ki, 6 ton yükləyəcəklər. Təqribən 15 tona yaxın yük oldu. Ona görə də yazmışam özlərinə qiymət düzəliş eləsinlər. Çünki mənə demişlər yüngül yükdür, yəni qiymət aşağıdır. İndi görək. İndi biraz maşın qabağı verim, qapılarımı bağlayayım. Sürüm qabağda dayanım. Ne oldu ya? Да. Там наложили эти буквы. Хорошо. Хорошо. Gedim qapını bağlayayım. Хорошо. 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 Назад сделал, да? Назад? Ага. Все, хорошо. Bilirsiniz ki, mən rus dilini istəyirəm da. Ona görə də nazad izləyil, nazad deməyimə bax. Dedi arxaya biraz ver, gözlə. Tərəziyə çıxacaqsan, dedim yaxşı. Biraz verim arxaya. Görək nə vaxtda şey eləyəcəklər. İndi keçək tərəzidən, dayanaq orada. Özüm geniş götürürəm ki, tərəziyə tam düz çıxa bilim. Tərəziyə çıxaq, düşək, ondan sonra saxlayaq buranı və salam. Orada dayanıb, yəqin ki burada yaşıl yananda keçəcəm. Blombu özüb taxacaq, dedi. Blombu taxsın. Все. Elə deyə o iki maşın arasında mən yük salaram maşını. Qutardı, getdi. Qabağımda olan qırmızı maşın da Azərbaycan maşınıdır. Aha, gəlir. Все, хорошо.
arxaya necə verəcək. Düz eləmədim. Hoppa, düppələm düz. Kameraya görə çox da başımı yerləmirəm sağa sola. Biri əyri saxlayıb, biri düz saxlayıb, ona görə ortadan tutuzdurmaq olmur. Hoppa. Biraz qabağa geçsin. Vəssalam. Gözləyək dokumentləri, sənədləri. Dedilər ki, sənədləri bu gün axşam da verə bilərlər, sabah da verə bilərlər. Bu gün axşam versələr, axşam çıxacam, sabah versələr, sabah çıxacam. Bu şəkildə ki də mənim qardaşımın balasıdır. Adı Ronaldo'dur. Dünən ayın 7-si, dekabrın 7-si 5 ay tamam oldu. Balamdır mənim. Darıxmışam onun üçün. Hər kəsə salam. Bütün sənədlərimi aldım. Dazvolu falan yazdım. İndi tərpənərəm buradan. Az da qar yağıb görürsünüz. Xırda yenə də yağmağa davam eləyir. Yerlər biraz ağarıb. Yolumuz Azərbaycanadır. Oradan da Gürcüstana inşallah. Qar yağdığı üçün çalışacaq yavaş-yavaş gedək, çünki düzdür, buz yoxdur, 0 dərəcədir, amma yenə də ehtiyatlı olmaq lazımdır. Qapını açsınlar, gedək. Sağ olsun, bu çox yaxşı insana bənzəyir, çünki köməkli elədi. Bəzi burada işləyən bəzi insanlar olur ki, yəni çox pis rəftar edirlər, çox pis danışırlar. Amma buranın işçiləri ümumən hamısı yaxşı insanlardır. Sağ olsunlar. 2 gün ərzində yaxşı davrandılar. Yəqin ki, yolda o qədər də qar olmayacaq. Çünki belə qar yolları tuta bilmir. Çünki yoldan maşın hərəkət edir deyə yollarda istilik olur. Təkərin istiliyi olur deyə yolda qar tuta bilmir. Görürsünüz, otların üstündə də yoxdur. Torpaqda olur ki, torpaq soyuq qalır. Amma qar davam eləməyəcək, çünki havaya baxmışam, yol boyu heç bir yerdə qar görsənmir. Ancaq duman, soyuq 0 dərəcə, 3 dərəcə, ancaq belə heç minus temperatur da yoxdur. Hava yaxşıdır. Yolçu yolunda gərək qəşəng vaxta çıxmışıq. 12-16'dır saat. Azərbaycanda 13-12. Burada burayla saat fərqimiz var. Dəqiqə fərqimiz var saatdan əlavə olaraq. Bilmirəm. Burada 12-16 yazılıb, çünki bu
geolokasiya ilə saat təyin eləyir. Bura Azərbaycan saatıdır. Burada da rovno 1 saat fərq var Azərbaycandan. 12-12. Tam başa düşə bilmədim bunu. Dediyim kimi yolumuz hal-hazırda Azərbaycandır. Xanabad gömrüyünə gedirik. Xanabad gömrüyündən keçəcəyik. Çalışdığım qədər yenə yolda çəkiliş eləyəcəm. Biraz gedən uşaqlardan maraqlanmışam. Biraz çətin olacaq bizə. Çünki çox dəhşət dərəcəsində duman var. Ona görə görək. Bugün fikrim var ki, gedim Volqoqradı keçim. Setkata yatım. Sabah da davam. Hal-hazırda belə deyim, düz hardasa bir 900 kilometrimiz var Volqoqrada qədər. Bəlkə də daha çoxdur. 900 kilometrimiz var Volqoqradın girişinə qədər. 40 kilometrdə çıxışdır. Hardasa 950 kilometrdən sonra saxlayıb yatacam. İnşallah. İstədim bu anlara siz də şahid olasınız. Qar yağır hal-hazırda. Bilmirəm nə dərəcədə kamerada görsənir. Qar kütləsi var. Qar yağır. Əslində qar yağmağı yaxşı olmadı. Çünki yəni yolda 0.5'dir minus. Belə olduğu halda buzlanma daha çox olur. Əriyir, buz donur, əriyir, donur. Biraz təhlükəli olur sürmək. Məncə bu qar davam edən qar deyil, dayanacaq. Amma çox güclü yağır. Küləklə də, o küləklə bərabər yağır deyə. Yəqin ki görürsünüz də belə. Mən də hələ ki düz kilometrəcə baxım deyim sizə. 483 kilometrdəyəm. Qarşımda hələ ki 550 kilometr yol var. 550 kilometr yolu sürüb ondan sonra yatacam. Hələ ki gedirik. 20 dənə axşam vaxtı açım bu qarı görsədim sizə. Vəssalam, artıq qar xırda yağmağa başladı. Yenə küləyə görə qar belədir. Qar yağmayacaq, davam olmayacaq. Qarın yağmağına baxın. Düzdür, monitor kameradan o qədər görsənmir qarın yağmağı. Amma yəni dəhşətdir ha. Axır ki Rusiya ərazisində normal qar yağmağa başladı. Güləşlikli yerdə alınsa saxlayıb çöldən çəkiliş eləyəcəm. Alınmasa da heç nə. Konkret olaraq yol görsənmir. Zolaqlar görsənmir. Gedirəm yenə üstlətimdən. Amma asfalt bəzi yerlərdə görsənir, bəzi yerlərdə ümumiyyətlə görsənmir. Küləyə görə demirəm heç olmalı. Külək qarın sürətini artırır. Deyirlər təhlükəli yol. Belə vaxtı başa sürməzlər. Yəni heç kimə də məsləhət görmür. Sizin üçün saxladım çəkim.
Baxın görün necə qar yağır. Qəşəng qar yağır. Bu mənim ilk qarımdır. Heyif ki, şəklimi çəkə biləcək bir adam yoxdur, yoxsa qəşəng telefona şəkillər çəkərdim burada. Mənim ilk qarımdır. Maşının da ilk qarı demək olar. Yəni biz qar görməmişdik bu il. Çox gözəl, sakit qar yağır, sam sakitçilik. Yolda deyəsən qəza olub. Polis maşını zət gəlib. Maşın da oradadır. Bir damcı qar yağır. Göz görmür. Bir də kameradan görsən belə bu cür qar. Mən buna düşə bilmirəm. Necə olur görsən bilir. Dəhşət qar yağır prosto. Xırda gedirəm, 1 dərəcə şaxta var. Volqograda deyəsən 250 kilometrim qalıb. Dedim Volqogradın içərisində keçim. Sonra çıxım Stayankada yatacam. Hər kəsin gecəsi xeyir. Gecə saat 1:30-dur. Yəni 2-nin yarısıdır. Mən axır ki Volqograda çatıram. Çatıram da doğrusu Volqograddayam. Bax orada Volqograd yazılıb. Bilmirəm indi oxunur yoxsa yox. Bura Volqogradın girişidir. Gördüyünüz kimi qardan əsər əlamət yoxdur. Nə qar var, nə bir şey. Elə bil ki, heç ümumiyyətlə qar yağmır buralığa. Bu da dediyim kimi Volqograd. Gecəyə düşməyimiz əladır. Volqogradın içərisi boş olacaq. Yoxsa probka vaxtı mən girəndə əziyyət çəkirəm burada. Tək mən yox, hər kəs əziyyət çəkir. Çox maşınlar olur. Hər kəsə düzəməlli maşın sürə bilmir. Zülümlə, zillətlə 2 saat yarımı Volqograd çıxırıq. İndi elə bil ki, Azərbaycan saatindən 2:30-da girdik. Görək saat neçədə biz Volqograddan çıxacaq. Volqograddan çıxıb bir 13 kilometr səhv eləməsi gedəcəm. Ondan sonra sağda Stayanka var. Hər zaman mən o Stayanka saxlayıram maşını. Ora saxlayıb yatacam. Qalan da yolumuz sabah davam eləyəcək. Bir dənə təhlükəli gəlmişəm. Nə yol görsənirdi. Konkret uraqanla gəlmişəm də, çolğunla gəlmişəm. Zülümlə. Frolova qədər idi. Frolovdan sonra sanki Rusiyanın qardan xəbəri yox idi. Ən çətini Frolova qədər idi. Ondan sonra yavaş-yavaş qar dayandı. Amma yəni külək dayanmaq söhbəti yoxdur da. Mən düz yükləmə yerindən çıxandan indiyənə qədər külək dayanmayıb. Ancaq elə özü küləyə protik edirəm. Ən pis elə odur. Küləyə protik edirəm. Rasxodumuz yəqin ki çoxdur ona görə. Çünki yükümüz biraz yüngül idi. 14 ton 500 belə bir şey yükümüz var. Deyirdim ki yüngüldür də biraz. Salyakaya dizelə qənaət olacaq. O da gəldim küləklə üzbəüz gedirəm deyə. Artıq rasxod deməkdir bu. Və əvvəllər bu Volqogradın içində svetoforlar gecələr sönürdü. Yəni sönürdü yenicə. O svetofor narıncı rəngdə miqatlayırdı. İndi bütün svetoforlar aktiv yenə işləyir. Niyə, nəyə görə işləyirlər bilmirəm.
Yəni burada bax dayanmışıq. Kim keçir ki buradan? Heç kim. Mənəm bir də yanımdakı maşındır. Niyə dayanırıq o da bilinmir. Maşın bütün yaman gündədir. Konkret görsənmir heç ara. Biraz buranı təmizləmişəm ki arxanı görə bilim. Volqoqradı keçək. Sonra rahat yataq. Sabaha qalsın 1000 kilometrimiz. Mən Volqoqrad keçəndən sonra elə bilirəm ki gömrükdəyəm. Daha doğrusu yox, elə bilirəm ki çox az qalmışam. Amma Qoçubəyə çatanda elə bilirəm ki mən gömrükdəyəm. Elə bir Azərbaycandayam. Yəni bu böyük kilometrajlar qarşısında orada kilometraj heç insana toxunmur. Bu səfərki vlogumuz ancaq çəkilişlər belə olacaq. Bir də qarda düşdüm aşağı, bir dəqiqə 40 saniyəlik, bir dəqiqəlik belə video çəkdim sizin üçün ki ilk qarı siz də görəsiniz mənim kimi. Gedək Volqoqrad içindən. Mən çöl yolundan getmədim, abiyezd eləmədim. Çünki dumandan qorxdum. Çünki duman çox qatı olur buralarda. Konkret yolu görmək olmur. Onun dərdindən abiyezd eləmədim. Dedim Volqoqradın içindən keçəm, onsuz da gecədir. Buraxılış var gecə. Boş olacaq, rahat keçəcəm. Məsələn, svetofor yaşıldır, bu hələ yatır. Yəni, belə sürücülər gecə vaxtı belədirlərsə, gör, indi gündüz vaxtı necədir. Nə bilim, hər birimizin Tanrı yardımcısı olsun. Belə şoferlərdən uzaq. Bir də indi çıxışda video çəkərəm. Baxaq görək neçə dəqiqəyə Volqoqrada girdik və Volqoqrad çıxdıq. Volqoqrada artıq çıxırıq. Qabaqda svetofordan sağa döndüm və salam. Saat 3:21-dir Azərbaycan saatı ilə. 2:30-da girmişdik. Yəni 51, ora çatana qədər də 52 dəqiqə. Ona görə gecə Volqoqrad keçməyi sevirəm mən. Çünki gecə maşın çox az olur da, yəni düzdür, əvvəllər Volqoqradın içində svetoforlar sönülü olurdu gecələr. Yəni narıncılar miqatlayırdı. İndi yəni dəhşətdir də vallahi, yəni bütün svetoforlara düşmüşəm. Özdə necədir? Deyim hamısı qırmızı olur. Etap yaşlı ola gedir, yox. Səndə yaşlı oldu, sürürsən qabaqdakı qırmızı olur. Təzədən dayanırsan. Orada yaşlı oldu, sürürsən qabaqda yenə qırmızı olur. Day, nə bilim, əsəbdən dəl olmuşdum. Bu svetofor və Volqoqradın çıxışı. İndi mənim haradasa 17 kilometr yolum qalıb. 17 kilometrdən sonra başımı atıb yatacam. Stoyankaya çatım. O Stoyankada Volqoqradın çıxışında transport var. Onu keçəndən sonramdır. O transportda 24 saat orada olur. Yenə gecələr işləməsələr əla olardı. Məni tır sürənlər başa düşər. İndi sabah yolda çalışacağım sizin YouTube'dan yazdığınız bəzi sualları cavablandırım. Oxuyum onları, bir not dəftərinə yazım. Bəzi suallar yadımdadır, yəni yadımda olmayanları yazacağım. Onları yol boyu oxuyub cavablandıracağım ki sizə suallarınız cavabsız qalmasın. Amma elə bir vlog da çəkəcəm. Bir short videosu paylaşacağım. Bütün hər kəs orada bütün nə tıra aid sualları varsa orada yazar. Mən də o sualları cavablandıraram. Kommentlərdə yazar, bütün suallar, nə sualları varsa yazar. O suallara mən vlog şəklində bir 10 dəqiqəlik, nə 15 dəqiqəlik, 5 dəqiqəlik bir video çəkərəm. Bütün o suallara cavab verməyə çalışaram. Yəni, biz yolumuz qalmayıb. 15 kilometrdən saxlayıb yatacam.
Yəqin ki, də orada video çəkmərəm. Saxlayıb yataram, bir də sabah çəkərəm. Çünki o qədər yatmışamsa, əslində heç yuxum gəlmir. Yenə sürə bilərəm, amma istəmirəm. Gecə yuxusunun yerini heç nə vermir. Bunu mən çoxdan dərk eləmişəm, amma riayət eləmirəm. Hər zaman səhərə qədər sürürəm, bilirsiniz. Bu səfər amma eləməyəcəm. İstəyirəm saxlayayım, rahat yatım. Çünki zaten sabah gecəyə mən tamojniyə çatacam. Ona görə mənə tələsmək lazım deyil. İstəyirəm əslində biraz gec çatım. Çünki Qoçubəydən sonraki yollar probkalı yollardır, çox maşınlı yollardır. İstəyirəm oraları gecə keçim. Boş olsun. Görək. İzləmədə qalın. Videonu sizi burada dayandırın. Pauza eləyin. Orada abunə ol butonu var. Ora basın. Rəy yazın, like eləyin. Dostlarınızla paylaşın. Instagram hesabım da aşağıda qeyd olunur. Oradan da Instagramıma follow ata bilərsiniz. Oradan da məni izləyə bilərsiniz. Çatdım Stoyankaya. Elə bir ki, mənim üçün yer saxlamışdılar burada. Ümumi bir dənə maşına baxış keçirdik. Ondan sonra yataq. Maşın çox bərbad vəziyyətdədir. Dəhşət dərəcəsində. Görüm Azərbaycana girəndə naxadı yuduzdura bilsəm əla olar. Çox pis gündədir. Sabah duranda bunları təmizləyim, stoplarımız adımı. Həmişə belə saxlayanda bütün şoferlərə aiddir. Çox adam olsa bilir. Düşüb beləsə maşını bütün başına kuru eləmək lazımdır ki, hər şey qaydasındadır, yoxsa yox, onu biləsən. Hər şey qaydasındadır məndə. Buraların hamısını almışam. Daha doğrusu aldırmışam. Şeydədir. Dostumun atasındadır. Zaurun atasındadır. Gələndə gətirəcək. Maşın qabağı bütün buzdur. Bunlar sabaha qədər əriyəcək, çünki plus 1 dərəcədir. Dostumun atasındadır. O gətirəcək mənə Bakıya. İnşallah ondan götürəcəm. Düzəldəcəm hamısını. Onu da çəkib paylaşacağım sizlə. Maşın qabağının gününə bax. Külə imkan vermir yumağa. Bir dənə soyuq var, əllərim dondu. Branda eləyək. Girək maşına, dondum.
Əvvəlkindən yaxşı oldu. Bir də farlar deyirik ki, şey olmaz. Düz indi mənə fara lazım deyil. Dostlar da. Dondum. Ellerimi silemle. Gördünüz. Şotkanı temizlemenin de xeyri var. Tertemiz oldu. Şimdi yavaş yavaş tərəfəm getmək olar. Hava 0 derecədir. Saat ayın 15. Yok, saat değil. 10:14'dür. Yolumuz Cömüriyət. İndi gedək ya Elistra ya Aşkolda qəşəng yemək yeyək. Görüm çatdırsam gedib o Xıncalxanada yazıcısı demişdim sizə, Dağıstan xıncəli verilən yer var. Bax orada qəşəng xəncəl yeyərəm. Ondan sonra gedərəm yavaş yavaş. Necə deyirlər, yolcu yolunda gərək. Yavaş yavaş tərəfənə gedək. Elə düzdür, elə dallılar. Dönməyin adı yoxdur. Arxa geniş doğrusu. Bura mənim illərdir gəlib dayandığım stayankadır. Bax, illərdir. Yəni mən Volqograddan çıxdımsa gəlib bu stayankadan başqa stayankada dayanmıram. Şəraitin olub olmamağından xəbərim yoxdur. Çünki heç zaman burada yemək yeməmişəm. Amma deyim sizə, yəni yeri yaxşıdır da. Yeri nə palçıq var, nə bir şey. Yaxşıdır yeri. 200 rubuldur. Gəlib verib 200 rubulu səliqəli saxlayırsan maşını. Yollar yaxşıdır, palçıq yoxdur. Palçıq nədir? Buz yoxdur. Buradan düz hal-hazırda 3554 kilometr göstərir. Buradan düz qapıya qədər səhv eləməsəm 1030 yoxsa 1020 kilometr olmalıdır. Gedək. Bunu təqribən, daha doğrusu 5 saat 10 dəqiqədən sonra, 5 saat 20 dəqiqədən sonra mən dediyim o Xəncəlxanaya çatmalıyam. O vaxta qədər yol üstü bir şey atışdırım ki, ora qədər acından ölməyək. Yenə küləyə qarşı gedirik. Bu bizim alın yazımızdır deyəsən. Mən başa aça bilmədim da. Bir dənə külək harda dayanacaq? Dayanmır daha doğrusu. Yanımıza keçəcək. O da o pis yolu var. Komsomolska yol deyirik biz ora. O ərazi. O ərazini çıxandan sonra şey sakitləşir. Külək həm sakitləşir, həm də sol tərəfdən, dəniz tərəfdən başlayır vurmağa. Yəqin ki, belə çəkiliş bəyənərsiniz. Çünki mənə əslində belə rahat deyil. Çünki həm başıma taxıb, başımı düz saxlamaq, həm də nə bilim,
belə heç rahat deyil. Avtopilotumuzu qoyaq 77-yə. Aha 78 oldu. Küləyə doğru gedə bilmir, sürəti qaldıra bilmədi. Evet, yolumuza davam edək. Yenə bir kadrlar çəkərəm. Və nəhayət ki, mənim Xəncərxanama çatıram. Acından da mədəm süzülür. Saxlayayım, qəşəng xəncər yiyim burada. Biraz da dincəlim. Buradan qapıya qədər səhv eləmirəmsə 620 kilometr falan qalmalıdır. Xanoba gömrüyünə qədər 620 kilometr zat qalmalıdır. Mənim gözəl xəncəl yerim. Mən həmişə burada zakaz eləyəndə deyirəm, mən çünki yağlı ət yemirəm. Yanında yağı zad olur, piy olur ha. Mən o ətlərdən yemirəm. Həmişə burada zakaz eləyəndə deyirəm, sağ olsunlar, diqqət eləyirlər, yağsız ət verirlər. Bu nətər saxlamaqdır ki, biz indi buradan nətər keçək, buradan nətər keçək biz. Türklər saxlayıblar da belə. Eyb yoxdur. Mən də onların yanında verim saxlayayım. Yenə şüşələr, zatlar yaman günə düşüb. Onları minməmişdən əvvəl təmizləyim gərək. Çatdıq. Düşək qəşəng yeməyimizi yeyək. Biraz da dincələk. Sonra yola davam. Hardasa nə qədər vaxtı gəlirik? 5 saat sürürük də. Hə, demişdim də 5 saatlıq yolumuz var. Mənə nuş olsun. Daha yeməyi çəkmişəm bir dəfə, daha təkrar çəkməyəcəm. Maşının gününə baxın. Ona görə Azərbaycana keçən kimi üzdürmək istəyirəm. Heç olmasa palçıq tökülsün. Gömrüyə 70 kilometrim qalıb. Saxladım, kofe alım. Saat bilmirəm neçədir, saat deyəsən 1-dir yoxsa 1-in yarısıdır, belə bir şey olmalıdır. Burada saxladığım yerdə səhv eləmirəmsə buranın yiyəsi Azərbaycanlıdır. Çünki zapravka adı Azər Petroldur, yəni Az Petrol. Yanında da Big Bazar var, o da Bazar Store'un emblemi ilə. Yağış dəhşət yağır, xırda-xırda, kamerada düşür, ona görə kamerada yumur şeylərə belə gəlir. Amerikanom öz yerində. Az Petrol, Azər Petrol. Azərbaycanlı qaqaların obyektləri. Allah xeyirlərini versin. Biz yolumuza davam edək. Yağış yağır. Yağışa baxmayaraq yolçu yolunda gələk. Hər kəsin gecəsi xeyir. Mən artıq gömrüyə çatıram. 2.6 kilometr qalıb. Saat 2 tamam demək olar gecə. Bu deməkdir ki, mən 38 saata Moskvadan Xanoma gömrüyünə çatdım. Yorğunçuluğum yoxdur, çünki sakit səliqəli sürmüşəm, vaxtında yatmışam. Sadəcə indi əslində yatmalıyam, amma gömrüyü keçəcəm, Bakıya sürəcəm, ondan sonra evdə rahat yatacam, evə qədər yatmayacam. Çataq gömrüyə görə nə qədər maşın var orada, rahatına gömrüyü keçim. Azərbaycan tərəfdə olanda yenə çəkiliş eləyərəm. Hər şey qaydasındadır. Bugün dekabrın deməli, mən 9-u sənəd alıb çıxmışamsa, onu artıq 11-dir. 10-undan 11-nə keçən gecədir. Dekabrın 11-idir. İnşallah yolumuz Gürcistan Tiflisədir. Burada yolları yağış yağan
yağandan sonra yamanca düşüb. Və mən də görmədim, o yağmaya düşdüm. Siz də kanala abunə olmağı unutmayın. Videonu bəyənin, rəy bildirin, dostlarınıza paylaşın. Mənə dəstək olun. Hələ ki vlog yekunlaşmır. Böyük ehtimalla Moyka videosuyla yekunlaşdıracağım. Çünki gedim çatım Bakıya, Stayankaya girim, orada tez maşını götürürüm. Maşın çox bərbad vəziyyətdədir, yol olsun. Duz, yerə duzlar səpirlər, o duz çürüdür maşını. Məsələn, duz geçsin. Vəssalam. Orada vlogu yekunlaşdıracağım. Mən ona görə Xanova gömrüyünü sevirəm də. Deməli, Rovunu 54 dəqiqə. 54 dəqiqəyə sənədləşmə oldu və Rusdan çıxdıq, neytraldayıq. Gelib keçik Azərbaycana. Azərbaycana çıxaq inşallah, yolumuz Bakıyadır. Rovunu deməli 2 saata mən gömrüyü keçdim. Artıq Azərbaycan torpağındayam. İndi gedirəm yavaş-yavaş üzü Bakıya. Gedim birinci tez garaja girim, maşını yuduzurum, sonra Stayankaya qoyum və salam. Çıxım gedim evə, biraz dincəlim. Sabah artıq reysimiz davam eləyəcək. Gürcüstana getməliyik. Hər kəsə salam. Bizim Moyka videomuz alınmadı. Moyka zənglədim. Dedi ki, burada deyiləm, gec gələcəm, dedim heç nə. Yoxsa qabaqdan körpün yanından sağa dönüb, gezir Rüfətin qarajına Moykaya. Amma onun əvəzinə məni Zahır gözləyir. Dayanıb video çəkir. Uşaq ürəkdir də, valla. Qabaqda saxlayayım maşını. Burada saxlayayım. Yenə buralar gölməçədir. Görək, necə saxlayırıq burada. Yox, ora çox dərin gölməçədir. Vay, sən Allah çəkir, görək qırana. Üç ayda işsizdə amma özünə baxır. Yığdığı pulları xərcləyir. Hoş geldin. Salam melek, salam melek. Həmişə kim mən? Adi günlərdən biri. Elə mənə sən qarşıladın. Bilmə, 3 ayda işləməsə də mənə pul gətirib ki, apar xərclə. Hə, kef elə. Hadi, bu var, bu var. Ölür. Başın nə gündədir ha, buna bax bir dənə. Baxın, mənə rüşvət verir, bax. Güya mən maşını yuduzduracaqdım, gör nə gündədir. Xoş yayınlar. Xoş yayınlar nədir? Nə deməliyim, şey izləymələrdə izləməliyim. Kanala abunə olun, rəy bildirin. Hə, nə? Hadi, mən Paylaşın. Axır gəli çatır Bakıya. Elə mən zənnimcə vlogu burada yekunlaşdırım. Bir də yeri istəyən qədər eləməyim. Həmişə onu bilirəm. Bir sözlə kanala abunə olmağı unutmayın. Rəy bildirin, like eləyin. Bu da Zahırdır. Nə deyirdiniz? Obşim, dəstəyinizə ehtiyacımız var. Özünüzdən müğayət olun. Moskva, Yegorovski, Bakı reysi tamamlandı. Davam olacaq. Sağ olun. Sağ salamat nədir ki? Sağ salamat nədir ki? Ayarda döndü beni. 11, 150, 190. Pul diye pul.